Harda qalmışdıq keçən dəfə? Matrix keçdi elə. Reysi də. Hə, onu bitirdik. 40-da qalmışdıq. Nədir reysi? Səsinə var, necə çıxır? Qorxun. Inform the consultant. Hə, ümumiyyətlə bilməsən belə özgüvənli denən ona. Nədən qurtulacaq? Bayram. Düz deyirəm də. Hər an deadline gələ bilər. Hissənirəm. Hər şeyə vaxt tapır, deyir buna vaxt tapmadım. Demirəm ya, vaxt tapmadım. Deadline yoxdur. Ciddiyə almamısan. Yox, ali. Siz necə eləyirəm mən? Hansını daha tez? Yox, mən bilmirəm. Mən istəyirəm ki, onu eləyib gətir. Bir dənə onu bilmək istəyirəm mən. 40-da qalmışdıq biz. 40. Keçdik. Hə, bunu başa düşür. Deməli, gəldik, ehtiyacları müəyyən elədik ki, əzizimizi, tubimizi, qəpənəzimizi elədik. Hər şeyi yazdıq, göstərdik. Ki, budur, bu belə olmalıdır, boşluqlarımız budur. Başa saldıq komandamıza. Bundan sonra hansı addım atmalıyıq? Planlama yanaşması, planning approach eləməliyik. Yəni planlamada artıq gəlir agile delivery manager, coach, fərqi yoxdur. Komandanın idarə edən. Gəlir seçir idarə etməni ki, biz hansı yolla gedirik, hansı metodla gedirik. Yəni Scrum-la gedirik, agile-la, nə ilə gedirik, Kanban-la gedirik və s. Müəyyən eləyir, hər kəs öz estimation-ını verir. Analitik həmişə developerdən bir sprint qabaq işləməlidir ki, onun materialı hazır olsun, versin, işləsin. Biz çox cəld olmalıyıq da. O ola bilməz ki, o ən böyük səhvdir də, mənim analizim çatmasın. Çünki developer gözləyəcək, developer də bahalı bir kadrdır. Onu gözlətmək bizi gözümü çıxdıya salacaqlar. Planlamanı eləyəndə ona görə nəzərə almaq lazımdır. Estimation düzgün vermək lazımdır ki, nəyə nə qədər vaxt gedəcək. Onu da təcrübə ilə bilə bilirsiniz. Yəni belə birdən-birə olmur. Səhvlər eləyə-eləyə, lesson learn eləyə-eləyə öyrənirsiniz ki, necə olacaq. Planlamanı elədik. PO dedi ki, prioritetimiz budur. Biz də o prioritetimizə görə taskımızı götürdük, başladıq, verdik işə, planladıq da ki, mənim analizim varsa analizi, köhnədən analiz elədiyimdə verdim developerə, başladı development eləməyə. Gəlin baxaq, tələblər necə idarə olunacaq? Requirement management. Getdim, stakeholder ilə danışdım, götürdüm tələbləri. Bir topa nəsə yığıldı da, düzdür. Mən bunu necə idarə eləyim? Yığdım tələbləri. Gətirdim, PO-ya verdim. PO varsa... PO varsa PO yazır, yoxsa özümüz. User story formatında yazırıq. Tələblər necə olmalıdır? Baxın, user story budur. Başlanğıcı və bitişi var. Yəni, pizza sifarişidir də, bayaq sən yazdığından getdik. Volt tətbiqin özü epikdir, ideyadır. Voltun məsəl üçün də sifariş vermək, pizza deməyək də, sifariş vermək, sifarişi reallaşdırmaq. Bu bir feature'dır. Feature'ın user story'si bu olacaq. Mən istifadəçi olaraq istəyirəm ki, sifarişimi rəsmiləşdirə bilim. İkincisi, mən istifadəçi olaraq istəyirəm ki, rəsmiləşdirdiyim sifarişimi iptal edim. Mən istifadəçi olaraq istəyirəm ki, sifarişimə əlavələr edim. Mən istifadəçi olaraq istəyirəm ki, kuryerdən əlaqə saxlaya bilim. Bunlar görürsünüz funksionallıqlar damısı. Bunu da bölə bilər. Bunun içində də tasklar olacaq. Orada acceptance kriteriya yazılacaq ki, tutalım, mən istəyirəm ki, birinci səhifədə filan batına basanda filan yerə keçim, səhifədə filan hissəsində olsun. Yəni, oradan gözləntilərim olacaq. Bir 6 dənə, 7 dənə olsa bəs eləyir. 5 dənə, 6 dənə, yəni 15 dənə yazmağa ehtiyac yoxdur. Qısa-qısa ən əsas olanları biz bilməliyik ki, nədir əsas?
Bütün tələblər product backlogda saxlanılır. Prioritetləşdirmə product owner tərəfindən aparılır. O deyir nəyi birinci eləmək lazımdır, nəyi axırıncı. Biz onu qərar vermirik. Biz deyirik ki, prosesin gedişatı budur. Yəni ardıcıllığı bu üzrə gedir. Birinci budur, ikinci budur, üçüncü budur, dördüncü budur. Olsa yaxşı olar. Biz ona məsləhət veririk. Çünki niyə texniki tərəfi bilirik. Biznesi digər çünki biznes adamları tələsməyə meylli olurlar ümumiyyətlə. Siz onların qarşısına resistance göstərməlisiniz. Yəni dayanıqlılıq. Necə? Onun işi gəlib istəməkdir. O demək deyil ki, sən ona onu verməlisən. Sən ona öz əsaslarını göstərərək məntiqli əsas ki, onun da ağlına baxsın da. Deməlisən ki, bu işi 3 günə görmək olmaz. Bu işi 3 günə görsən, səni bunlar gözləyir risklər. Hə, desə mən o riskə də razıyam. Bizim dokumentasiyamız var da, rəsmi sənəd. O dokumentasiyada biz qeyd yazırıq. Mən bu riskləri demişdim. Filankəs dedi ki, gözə alır. Onu da göstərirsiniz, yazırsınız. Özünüzü daim sığortaya alırsınız. Dəyişikliklər change management prosesi ilə idarə olacaq. Bu nə deməkdir? Dokumentasiya yazdınız, qutardınız. Məsələn, bugün mənim başıma gəldi bir dənə belə bir şey. Gəldilər, dedilər ki, tutaq ki, banklar biz müştərinin Asan Finansdan gələn iş yeri haqqında bizim elə nə qədər iş yerimiz var, onlar toplanır. Amma onun üstündə hər hansı bir əməliyyat aparılmır da. O prosta datanı verir ki, filan kəsdir, filan yerdə işləyib, filan qədər işləyib, bu gün bu tarixdə çıxıb, bu tarixdə daxil olub. Amma hər hansı bir demir. Bizim də özümüzə özəl indi bizim məhsulumuzun kriteriyaları var. Məsəl üçün biri belədir, qanunvericilik üzrə. Son stajı 12 aydan çox olsun. Məsələn, bu bir ifdir. Son 6 ayda sonuncu iş yerində işləmə müddəti 6 ay olsun ən azı. Və əgər aralıqsız işi varsa, yəni buradan çıxıb ora giribsə, məsələn mən kapitaldan çıxdım, 3 gün keçmədi, bu biri məndə aralıqsız sayılır. O zaman sonuncu iş yeri 3 ay kimi də nəzərə alına bilər. Bunlar görürsünüz logiklərdir. Orada yazır if start date falan kodlardır. Amma Asan Finans bizə onu ifi vermir. Onun nəyinə lazım ki, orada kod yazsın? O deyir ki, ala budur, filan kəsdir, filan yerdə işləyib, filan tarixdə. Ged özün qur məntiqi. Mən orada məntiq qurmayacağam. Qurduğum məntiq elə oldu ki, danışdıq. Biz deyirdik ki, banklar bizə qaytarar o məntiqləri, özləri hesablayıb bizə. Dedilər, yox, biz qaytarmayacağıq. Halbuki mən dokumentasiyanı yazmışdım. Mən change management prosesi eləyəcəm. Təzədən başa qayıdacağam. Bir də təzədən onun üstündən keçəcəm. İndi deyəcəksiniz, yaxşı, ideal bir mühitdə niyə belə bir şey oldu? Çünki bəzən biznes həqiqətən rəqabət var da. Tutaq ki, sığorta şirkətləri çoxdur. A qrup var, Qala var, Mega var, hamısı. Orada da proses elədi ki, bu yeni prosesdə kim tez cavab qaytarsa, onun sığortasını satacaqlar. Ona görə bunlar tələsirlər ki, liş bu tez olsun da. Onda da belə olur. Həm də ki, analiz prosesi var. Onlar tərəfdə analiz eləyir axı. Həm mən analiz eləyirəm, ötürürəm ona dokumentimi. Onun analitiki də analiz eləyir, qayıdır mənə. Belə gedir. Mümkünlüyünü qabaqcadan deyə bilmir ki, mən bunu sənə verə biləcəm. Mənim təsəvvürümdə elə götürmüşdüm ki, onu verə biləcək. Amma dedi ki, mən deyir özüm verə bilər ha. Prosta vermir. Deyir, mən niyə öz tərəfində iş görməliyim? Sən qazanırsan, getsən elə. Belə. Mən girib change management prosesi yaradacağam. Dokumentasiyamı versiyalayacağam, yazacağam V2.0. Onun üstündə yəni yazacağam ki, filan şeylər dəyişildi, filan şeylərə görə. Hər şeyi dokumentləşdiririk. Sonra acceptance criteria given when then dəqiqliklə təmin olunacaq. Given when then-i bilirik də nədir? Verilən, nə zaman, nə olacaq? Yəni verilənin budur. Nə zaman onu eləyəcəm və sonda nə alacam onu. Yəni bir şeyin bir giriş nöqtəsi var, bir çıxış nöqtəsi var. Belə yanaşın. Qısa, konkret, lakanik olsun. Yəni boş olsun, ora söz toplusu şey eləməyin. Məsələn, bizim PO yazır, ora bu boyda söz yazır. Yaxşı yazır, onu heç yazmayan da var, demirəm. Amma o qədər də sözdə lazım deyil, oxumurlar onu. Mən oxumuram şəxsən onu. Bilirəm ki, basıb chat deyə yazdırıb. Planlama yanaşması, planning approach-da kommunikasiya necə təşkil olunur? Baxın, siz gündəlik daily stand-up əgər yoxdursa şirkətlərinizdə də, siz onu yenilik kimi də gətirə bilərsiniz. Onlar nə biləcəklər ki, əcəldir, nədir? Deyirsiniz ki, gəlin belə bir şeylər eləyək, sizin üçün də yaxşı olar o.
Gündəlik deyil stand-up eləyirsiniz 15 dəqiqə. Kim harda nə edir, onda bilinir. Əvvəllər deyili yox idi. Ona görə hərə fırlada bilirdi də o developerlər zətlər gecə. Gec ay sağ ol. Hər gün axı amma hər gün o görüşəndə, açanda kameranı üzbəüz gələndə məcbur hiss eləyir axı ki, dünən nəsə iş görməlidir ki, bu gün gəlsin desin də. Deyəcəklər nə iş görmüsən? Yalan da danışa bilməz. Tasklarda o Jira task managementdə izlənilir. Loqlara düşür hamısı. O Jira onun üçündür. Bizim performansımızı izləyir ki, görsün hansı taska neçə dəqiqə vaxt itirmişik biz. Orada bizim hər bir atdığımız addım in progress-ə keçirdirik, to-do'ya keçirdirik, hold-a keçirdirik, izlənilir, komment yazırıq. O sənətdir. Görək. Onun üçün bir istifadə edirlər, developerlar. Hamı. PO, developer, sonra o biri tərəflər hansı ki müştəri şikayətlərlə işləyirlər. Biz call center-ə zəng edəndə də görürsüz də bir SMS-lə gəlir ki, sorğunuz qeydə alındı. O da Jira-da qeydə alınır. Jira Atlassianın bir şirkətidir. Atlassian çox məşhur bir şirkətdir. Dokumentləşdirmə üzrə gedir elə bil ki, bütün HR-ın məsələn işləri orada olur. Dokumentasiya işləri ilə bağlı dokumentlər çox belə yer kaplayan şeylərdir deyə onların da böyükdür də strukturları. Ona görə bazara ələ alıblar. Çox şirkət bu dəqiqə onlarla işləyir. Çox az bir şirkət nəsə başqa bir şeylər işləyir. Adı ya nə idi belə bir şey olur. IT Access, orada IT Access bölməsi var. Jira demirəm, Jira kimi bir dənə proqram. Var, bilmirəm. Mən görməmişəm. Elə eşitdim. Ola bilər. Dedim çünki dedilər əvvəl biz orada işləyirdik, sonradan Jira çıxdı. Yəni Başqa yerdə deyiblər bunu. Bizdə sizdə, Deyir ki, əvvəllər da bir 3-4 il əvvəl mən də Access-lə işləyirdim. O da elə bir şey Jira yoxdur, təxmini göstərdi. Dedi ki, buradan bura atırdıq. Sonra dedi, indi Jira Jira'da. Həm də ki Jira'da bu developerlər tasklarını proda çıxardırlar. Onların bir arxada gedən bir prosesləri var da. O da sənədləşdirilir də ki, kodlar 50.000 nəfər kod yazır da. O ayırd eləməlidirlər ki, kimin kodu orada yazılır, keçirdirlər onu. Sonra prodda nəsə işləməyəndə təzədən geri qayıdıb bura baxırlar ki, kimin kodunda problem olub ki, bu çünki o məhsul böyük bir şeydir. Daha hamı orada bir yerində işləyir belə çıxılı-çıxılı. Orada işləməyəndə qayıdırlar buna baxırlar, geri qaytarırlar o taskı, task nömrələyirlər. Elə bir şeydir də, necə deyim, papkalar var, məsələn hər hansı bir yerdə polkada görmüsünüz papkalar. Jira'da elə bir şey kimi təsəvvür edin. Papkalardır, hər hansı sənədi də orada. Arxiv. Əsas kommunikasiya alətləri Jira'dır. Slack, Teams'i bilirsiniz. Yəni orada ünsiyyət quracaqsınız. E-maildir, rəsmi kommunikasiyada. E-mail yazılarına çox önəm verin, diqqət eləyin. Əsla orada aqressiv və ya hər hansı bir etikadan kənar, yəni kobud anlaşıla biləcək heç nədən istifadə eləməyin. Yəni ən məşhur şirkətlər Google belə, yəni bir necə deyim, idarə etməsində bu var da. Ola bilər siz bundan qabaq əsəbləşdirə bilərlər. Amma bir dənə mail yazacaqsınız əsəbi. Yəni siz görmürlər axı o siz orada nə uğraşmısınız da arxada. Doğrudan haqqınız var ha əsəbləşməyə. Yəni də onu göstərməyin e-maildə qəti şəkildə. E-maildə maksimum soft yazın. Çünki bu sizin xeyrinizədir. Əsla yəni get cavab versin, eybi yox, problem deyil. Bu da intervyu suallarından biridir. E-maila get cavab verə bilər, Teams'də yazarsınız, şey eləməz, cavab verməz. Yəni qəti, yəni gedin yanına danışın, amma qəti e-maildə hər hansı bir sərt çıxış eləməyin. Stakeholderlərlə müntəzəm demo və review sessiyaları keçiriləcək. Bu nə üçün lazımdır? Onlar işi bilir axı. Biz ola bilər ki, bizim şansımız olmayıb da orada işləmək. Məsəl üçün prosesi bilmirəm, tutaq ki, analitik əməyi analiz eləyirəm, amma onun köməyi böyükdür də mənə. Mən onunla tez-tez əlaqədə olmalıyam, elədiyim şeyi göstərməliyəm ki, görürüm düz yoldayam. Məsələn, bir dənə xırda bir şey də olsa ondan soruşmaq ayıb deyil də bu, yəni nə də onu bezdirmək deyil. Əksinə hamımızın işini asanlaşdırmaq deməkdir ki, səhər 2-dən iş görməyək də double work olmasın. Yəni bizim vaxtımızı itiririk. Ona görə nə qədər onlarla ünsiyyətdə qalsaq, onu da seçilir, hər bir şirkətin stakeholder listi olur. Yəni sözü keçən şəxslər olur. Məsəl üçün bizim şirkətdə kiçik mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis bunların heç biri deyil, ancaq şöbə rəisləridir. Məsələn, mən hətta mənə təəccüblü gəldi ki, dedim bəs işi bilən odur axı, işin içində odur şöbə rəis. Dedi ki, yox, gedib komandasına razılaşdırıb gəlib deməlidir. Yəni key stakeholder anlayışı var. Açar stakeholderlər şöbə rəisləri olur. Agile metodu məsələlərə iterativ yanaşmadır. İterativ nədir? Kiçik-kiçik addımlarla işləyirsən, amma davamlı işləyirsən.
Necə ki, məsəl üçün idmana gedirik, bir nəticə almaq istəyirik. O demək deyil, hər gün biz diyeta saxlamalıyıq, hər gündən eyni şey yox. Poza bilərik, belə ola bilər, amma o ardıcıllığı pozmayaq. Yəni Agile da onu tələb eləyir ki, 2 həftədən bir sən bazara çıx, amma keyfiyyətli çıx bazara. Yəni o davamlılığı itirmə. Sən o bazara gedəcəksən, rəqabətdən geri qalacaqsan. Davamlı inkişaf. Yəni layihəmizi tam olaraq yox, hissə-hissə uğurla tətbiq eləyirik. Göstərdiyim o Kaçeli məsələsi. Agile benefitləri nədir? Agile metodunda müştərilərin istəklərinin dəyişməsini nəzərə almaq olur. Agile layihə idarə etməsi üçün çevikdir, tələblərə rahat uyğunlaşır. Belə ki, buradan əvvəldən A-dan Z-yə kimi bütün məhsulu planlaşdırmaq lazım olmur. Yəni böyük düşünüb beyninizi yormaq lazım olmur da. Bir hissəsini götürüb eləyirsiniz, çox rahat gələcək sizə də o. Daha sonra ikinci etapa keçirsiniz. Yəni bunu bir qutarın, sonra böyük başdan sona analiz edin. Belə də eləyə bilərsiniz ha. Sizə problem deyil, bizə problem deyil o. Sadəcə o developerə problemdir. Və yenə deyirəm, nəsə dəyişirildi. Biri var ki, buradan qayıdasan bura, bir də var ki, getmirsən bura, buradan təzədən qayıdasan və o bəlkə də bu domino kimi də təsir eləyir bunlara da. Bir baxmalısan ki, hara dəyir o. Bütün komanda bir məqsədə, sub layihəyə fokuslanaraq bütün layihəni düşünmürlər. Əsas üstünlüyü budur. Waterfall-da nədir? Biz stakeholderlərdən bütün tələbləri və prioriteti yığdıqdan sonra, məsələn, mobile app develop etməyə başlayırıq. Getmişik, oturmuşuq, aylarla danışmışıq, başlayırıq ki, 6 aylıq dövrə ki, biz analiz edirik. Baxın, planlaşdırdıq. Güya ki, bunları eləyəcəyik. Bütün məhsulu başdan sona develop eləyirik. Ondan sonra validate eləyirik, yəni yoxlatdırırıq da, testing falan mərhələləri belə. Sonra çıxırıq final product. Dəyişik üçün yer qoymuruq, bütün məhsul tam hazır olanda biz onu müştəriyə təqdim edirik. Bəs riskli məsələ ortaya çıxır burada. Görəsən, müştərinin istəklərinə tam cavab verirmi? Demək olar ki, %90 yox, cavab verməyəcək. Çünki artıq təzə şeylər istəyəcək müştəri, əvvəlkini istəməyəcək. Bəli. Baxın, Agile mobile application necə bölür? Məsəl üçün, indi sənə sual verim, Həcər. Agile mobile application nədir səncə bu ad başlığı? Epic'dir, Feature'dır, User Story'dir, hansıdır? Epic'dir. Bəs onun altında yazdığım registration, sign in. Bu registration qeydiyyat, feature'lardır. Ay, sağ ol. User Story'lər olacaq. Ay, sağ ol. Ənənəvi layihə idarə etməsində bu çox sadə, çünki bölmək lazım deyil. Agile birinci qəliz gələ bilər. Niyə? Çünki başda çox şifahi müzakirə olunur. O hissələri ən xırdalığa qədər bölmək lazım olur. O da biraz baş sındırmaq lazım olur. Amma sonunda keyfiyyətli iş ortaya çıxır. Baxın, təsəvvür eləyin ki, komandamız bir ay çərçivəsində sub proyekt olan registration hissəni bitirməlidir. Yəni, bax bunu. Qeydiyyatı. Prosta qeydiyyat. Yazırıq hər hansı bir yerdən, məsələn, Google-dan keçirdiyə qeydiyyatdan ad, soyad, e-mail nömrə, bu registration'dır. Gəlir, neyinir? Registration hissəsini götürür, başlayır analiz eləməyə, giriş, məsəl üçün. Ancaq biz bu hissəni təhvil veririk, yığıb. İlk başdan loqo xoşuna gəlmir. Deyir ki, dəyişin də bu loqonu. Mən hələ bir dənə səhifə yığmışam, amma oradan o tərəfə getmir. Heç nə yoxdur. Oradan o tərəfə yazsa error verəcək. Gəlirik, nə edirik? Dəyişirik, ona təhvil veririk. İndi ikinci iterasiya başlayır. Homepage və transfer hissəsi. Bunu da seçirik də. Gedib, nə bilim, səfirliyə məktubu birinci işləmirik də. Səfirliyə məktub düzlüyə alanlar var. Amma daha çox transferdə pul atırıq. Onda PO deyir ki, yəni transferdə köçürmə hissəsi prioritetlidir. Yəni məntiq olaraq biz də ondan razılaşmalıyıq ki, prioritet doğrudan razılaşmalıyıq. O gəlib desə ki, səfirliyə məktubu birinci elə deməliyik ki, əsaslandır bunu. Yəni onun dediyi hər sözü qəbul etməli deyilik. Biraz challenge eləyin ona, hə. Çünki ola bilər səhv qərar versin, o da insandır. Bəlkə də bilmədiyi şeylər var, biz bilirik onu. Yəni danışmaq lazımdır da. Yəni kiminsə ümumiyyətlə argumentini sırası qəbul eləməyin. Sorğulayın. Bunu sorğulamaq sizi professional göstərir. Toksik göstərməyəcək qəti. Ki, bu da heç nəyə qəbul eləmir. Elə şey göstərir də, resistance göstərir. Nə deyirik, yox deyir, yox. Prosta ki, yəni soft sorğulayın da, onun da siyasətləri var. Ki, bunu niyə eləyirik, bu bizə nə dəyər qataracaq, bu açar sözlər var, bu bizə nə dəyər qatacaq. Çünki denəm, mən elədiyim işin nəticəsini görmək istəyirəm, mən ona görə. Heç nə, transferi eləyirik, veririk müştəriyə. Baxın, bundan sonra müştərimiz qərarı alır ki, mobil tətbiqin ilk versiyasını öz istifadəçilərinin istifadəsinə versin, tam prosesi gözləməsin. Hələ ki, 2-3 dənə şey işləyir, yox, verin getsin.
Yəni bunu deyəcək. Hə, payment hissədən yalnız kommunalı etsin, çünki onun tələbatı çoxdur. Və biz o paymenti verirdik ya ona. O payment işlədə 2 dənə, 3 dənə, ta ki ancaq kommunal, kontor, bir də nə bilim nə olsun, banka köçürmədə o birisi. Bu üçün işlədikcə o bir ehtiyacları da yaranacaq bunun. Və biz toplayacağıq da, biz yox, daha doğrusu o data bizə gələcək ki, neçə nəfərin artıq buna da ehtiyacı var. Görürsünüz, boş-boş şeylər eləmədik, lazımlıları elədik, digər gələnlər təzədən bizə sübut olundu ki, bu da lazımlıdır nəyə görə, ondan sonra elədik. Daha sonra gəlin baxaq Agile ilə Waterfall-un fərqinə. Sonda görürük ki, klassik metodla təhvil verilən mobil tətbiq Agile metodu ilə təhvil verilənin tamamilə fərqlidir. Klassik metodda bu səbəbdən çox funksiyonallar yararsız olur. Agile-da müştəri, klient bütün proseslərə cəlb olur, komandamızın bir hissəsi olur. Agile-da məhsul, minimum istifadə edilən tələblər, İlahi minimum istifadə edilən tələb nə idi? MVP, minimum viable product. Hə, MVP-nin avantajları nədir? Məhsul son müştərinin end user tərəfindən tez bir zamanda testləşdirilə bilinir. Yəni tez yoxlaya bilir də, qərarını verə bilir. Gedəcəyimiz istiqaməti daha dəqiq müəyyənləşdiririk ki, ikinci addımımız nə olacaq? Bu da məşhur Agile. Yəni burada qeyri-adi bir məsələ yoxdur. Komanda davamlı inkişafa və dəyişikliklərə uyğunlaşır. Hər bir yeni iterasiya dəyişikliklərin daha da yaxşı istiqamət edilməsi üçün bir şansdır. Gəlin baxaq. Artıq biz keçirik. 5 mərhələ var. IT Business Analytikanın B-Book, Business Analyst Book ən məşhur kitabıdır, təsdiqlənmiş. Onun 5 dənə qaydası var. Hansılarda ona baxaq ki, texnikaları ilə, yəni bu ITBA hardan başlayır, harda qutarır, işi əsası nədir? Nəzəriyyə hissəsi əsas çox burada lazım olur, əzbərçilik. Yəni bunları əzbərləyin. İntervyuda düşür çünki. Gəlin baxaq, elicitation nədir? Stakeholderlərdən və digər mənbələrdən məlumatların əldə edilməsi fəaliyyətidir. Yəni, bizim gedib adamlardan soru-sual eləməyimiz, intervyu aparmamız, bu hamısı elicitation adlanır. Prosesin adı budur ki, elicitation eləyirik. Necə ki, məsələn, cərrahi əməliyyatın adları var. Bu da bizim bir adımızdır da, belə deyim, gördüyümüz işin adıdır. Elmi cəhətdən, terminologiyasıdır. Bu elicitation-ın nə texnikaları var? Dokument analiz var. Bizə bir dənə dokument verə bilərlər ki, get bunu oxu, burada köhnədən yazılıb da başa düşəcəksən. Observation var. Gedirik bir müşahidə edirik işi görənləri. Sonra interview var. Çağırırıq otağa ya bir ya ümumi interview eləyirik ki, suallarımı verirəm. Özünüzün fikirləşdiyiniz hansı bir funksiyonaldır çünki bu ola bilər yoxsa yox? Yes. Adi məsəl üçün ChatGPT-yə prompt yazırsan, deyirsən ki, bax promptu belə yazırsan. Fikirləş ki, filan şirkətsən və PO filan şeysən var. Mən sənə proyektimi yazıram, biraz qısa məlumat versən, məni 5 nəfər kimi ayrı-ayrıda sorğula. O səni sorğuluyur. Uca səni hazırlaşdırır da. Sən uca kimlərsə qabağına da çıxanda, uca hazır çıxırsan, o səni biraz hazırlaşdırır. Bax, beynini işlədib. Düzgün promptu yazanda düzgün sualları verir. Elicitation və designing proses nə üçün lazımdır? Biznes ehtiyaclarını düzgün anlamaq üçün. Yəni, biznesin burada nəyə ehtiyacı var, düzgün başa düşmək üçün də onu. Stakeholder'ın real gözləntilərini toplamaq üçün, yəni biz prosesi başqa cür başa düşə bilərik, amma stakeholder əslində başqa şey istəyə bilər. Ona görə daim əlaqədə, kommunikasiyada qalıb ondan üzbəüz soruşmaq daha yaxşıdır, intervyular keçirtmək. Problemin kök səbəbini müəyyən etmək üçün. Gələcək hər bir söz deyəcək, biri deyəcək belədir, biri deyəcək. Hər kəsin öz problemi var da. Məsəl üçün, mənim Məqdən gözləntim başqa şeydir. Məsələn, Lətifənin Məqdən gözləntisi tamam başqa şeydir. Biz ikimiz səncə gəlib eyni şey deyə bilərik? Yox. O fərqli şeylər deyəcək, mən fərqli şey. Bəs sən necə düzgün, normal qərar verəcəksən ki, hansı düzdür? Həmin bu texnikalarla və müşahidə ilə ki, görək bizim qərarımız adekvatdır. Bəlkə mən elə dəxilsiz bir şey istəyirəm ki, heç o lazım deyil. Məsələn, bizim özümüzdə də olur da, təsəvvür eləyin, nə qədər partnyorlarla işləyirik, 70-80 dənə, hərəsində də nə bilim 10 dənə işləyir, 700 nəfər. Hərəsinin ağzından bir söz çıxır. Key stakeholder dedimi, bu ona görə var ki, yəni bir nəfər söz desin. Problemin kök səbəbini müəyyən edirik, yanlış və ya natamam tələblərin qarşısını alırıq, gələcəkdə dəyişiklik və riskləri azaltmaq istəyirik.
Qısa desək doğru problemi həll etdiyimizə əmin olmaq istəyirik də. Yəni düz yoldamıyıq biz. Bu illustration onu şey eləyir. Mən oturub özüm də özümü analiz eləyə bilərəm. Heç illustration eləmərəm, amma bu mənə görə belə olacaq da. Yəni sonunda onlara görə başqa cür olacaq və onların fikri önəmlidir. Designing proses, həllin dizaynı nə üçün lazımdır? Toplanan tələbləri konkret həllə çeviririk. Nə deməkdir bu? Getdim, topladım. Dedim ki, ilahə, siz mənim stakeholderlərimsiniz də, deyək ki. İlahə dedi ki, application-ın rəngi göy olsun. Həcər dedi ki, mən orada düymələri sağ tərəfdə görmək istəyirəm. Leyla dedi ki, düz dedim adı. Hə, problem yaşayıram ya adlarla. Dünən də maildə Hilala Bilal yazmışam, kontakt olun. Heç səsini çıxartmır. Hə, Leyla dedi ki, məsəl üçün sol tərəfdə müştərinin profili olsun. Lətifə də dedi ki, mən istəyirəm ki, sistem 10 saniyəyə cavab versin. Görürsən, 4 dənə ayrı tələb oldu, düzdürmü? Tələbləri topladım da mən. Bunu elə bir həll tapmalıyam ki, həm sənin, hamının yaransasını sağaltsın, hamının həll olsun. Prosesləri və istifadəçi axınlarını, o flowlar dediyimiz BPMN xəritələrini qurmaq üçün bu həllidir, həll təklif eləyirəm o xəritə ilə. Texniki və funksional uyğunluğu təmin etmək üçün. Yəni texniki mənim belə deyim, softum, işləyən cihazımda, toolum, belə yadınızda saxlayın. Funksionallıqlara uyğun olmalıdır, cavab verməlidir ona. İnkişaf development komandası üçün aydın yol xəritəsi yaratmaq üçün. Yəni developer bilməlidir ki, bundan sonraki addımı nə olacaq. Yəni bilinməzə doğru getməməlidir. Onda o yaxşı kod yaza bilməyəcək. Qısa desək, doğru həlli düzgün şəkildə qurmaq üçün. Əzizlik, buna qədər həlli tapmışıq da. İndi nəyirik? Həlli qururuq, düzdürmü? Illustration və designing proses, wireframe'lər eşidəcəksiniz. Bu dizaynın prosesinin ilkin mərhələsidir. Getdim, tubini çəkdim, əzizi çəkdim, dizayneri gətirdim, dedim, bax, belədir. Başa düşdü, gedib oturub indi onun şəklini çəkməlidir o. Lor dildə səsək. Bu dizayn prosesinin ilkin mərhələsidir. Məhsulun sadə formada görüntüsünü istəmişəm. Hələ ki, mürəkkəb bir şey istəməmişəm. Demişəm ki, get bir dənə login səhifəsi şeylə. Bunu özümüz də eləyə bilərik. İndi onu girib göstərəcəm ki, necə eləyirik, hansı proqramla. Ki, göstərək. Görürsünüz, bu sadə idi. Getdi üstünə düzəltdi. Bu skeletidir də, elə bil ki, binanın karkasıdır. Kraskasının zadını vurub. Üçüncüdə prototipdir. Bunların indi adlarını... Prototipdir. Bu artıq hazır vəziyyətdir. Deməli, wireframe-dən yadınızda saxlayın. Sadə formada görüntü. Mockup, wireframe-in bir üst səviyyəsi, komponentlər real görünür burada. Bax, komponentlər, bu dediyim, bu settingsdir, 3 xəttli komponentlərdir. Real görünür, amma hələ bəzəməyib. Görürsən, burada sözlər də var. Prototip artıq dizayn son mərhələsi məhsulun real görünüşüdür. Görürsünüz, dizayn 3 mərhələdən keçir. Gəlin, indi onlayn dizayn çəkən proqramlara baxaq. Bu mockuplardır. Özündən mockup verir. Görürsən, məsələn, istəsən burada bu şeydir, flow'nun ön hissəsidir. Elə bil ki, məsələn, mobile aplikasiya, düzdür, bunu dizayner eləyir hər yerdə. Amma ola bilər də birdən elə bir yerdə işləyərsiniz ki, olmaz. Hə, necə? Frontdan qabaq dizayner, UX UI-ın. O eləyib gətirməlidir, onun işidir o. Birdən də olmaz, sizdən istəyərlər, bunu da bilin. Yəni, bu əlavə bir şeydir. Hə, baxın, burada məsələn, dashboardlardır, burada nə bilim, bu səhifədir. Burada müxtəlif şeylər var. Flow dediyiniz budur, bax, Lətifə. Onu da keçəcək indi, bax, diaqramlar bunlardır. Burada lübo istədiyiniz şeyləri çəkə bilərsiniz. Bax, lövhələrdir. Məsələn, biz retrospektiv keçirdirik. Yəni, ötən sprintin qiymətini qıranda, orada necə var bu retro. Yığışırıq, nə pis getdi, nə yaxşı getdi, nə daha yaxşı ola bilərdi. Orada müzakirə eləyirik ki, yəni hər dəfə eyni şeyi biz müzakirə eləməyək də bir action götürək, pis gedən nəsə varsa. Məsələn, orada bunlardan istifadə edir, hər öz fikrini yazır, bir borddur. Bu belə. Sonra burada nə var?
Məsələn, mən intervyuya gedəndə icbari sığorta bürosuna mənə tapşırıq göndərmişlər. Orada istəmişlər dizaynını ki, çəkin, nəsə cızma qara çəkin. Çünki orada adam azdır, ümumi şirkətdə 100 nəfər işləyir. Və onlar istəyir ki, o adam hər işi görə bilən adam olsun. Və mən bunlardan istifadə ediblər, çəkmişdim dizaynında. Şey də var, əlavə bu. Orada da Figma. notda yazırsan bir dəfə sənə qurulmasını. Ha, nə? Love able var. Baxın, necə yazılır? L-O. L-O. Love able. Belə. Orada da kriteria. Budur. Burada nə- Figma kimidir bu. Bura məsələn tutaq ki, necə istəyirik. Məsələn, Sözlə burada yazıram. Bir dəfə bir kriteria. Bu AI ilə işləyir onda. Amma mən çox bəyənirəm onu. İlk üçün bundan bir istifadə edirəm. Nə harda istifadə eləmisən? Mən məsələn buna Startup for Age. Demişdin, sabahda deyəsən. Orada birinci bunlar Hə, rolları da seçirsən. Backend-i seçmək üçün Cloud-da. Mənim rolum yoxdur axı burada, nə edeyim? Nə yazırsınız? Dəstəyəm. Dəstəyəm. Yaz. Hə. Mənim heç sığortam da yoxdur burada. Yaxşı, yaz verə seçim. Zasmi. Həkim olmaq istəmişəm, bu gün də ağ geymişəm. Sonra nə olur burada? Portfolio. Burada məsələn də seçirsiniz. Məsələn landing page. Mən landing page qurmaq üçün eləmişdim. Tutaq ki, sonra mən çox hər şey eləyirəm. Mən də belə Texnologiya. Hə. Ən gözəli Figma-dır. Figma-da da eləmişdim. UX UI-lar Figma ilə işləyir. Amma bu fərqlidir. Hal-hazırda Cloud-u qoşublar. Cloud da ağzına gələn eləyir, verir. Bunlar da bizə verirlər. Şokdayam. Cloud Power BI-yə də qoşublar. O da düz işləm, düz dashboarddur. Heç review da eləmirlər. Adi ITBA-lər də basır sənədi göndər 40 səhifə sənəddir də. Review o gün gördüm mən. Ki eləyib dəhşətə gəldim. Bax burada göstərir. Görürsüz action sheet. Yəni səhifənin hərəkətləri sağ tərəfdə olur. Sol tərəf dizaynın bu prinsipidir də, yəni belə deyim. Sol tərəf oxumaq üçündür. Mən burada dizaynlarım olmalı idi. Prototip. Draft. Figma-lar biraz daha belə professionallıq tələb edir. Hə, biraz hə. File. Mən biraz eləməyə çalışmışdım, mən çox belə yaxşı bir şey çıxmamışdır deyə. Figcam da var. Sonra flowları da burada çəkə bilərsiniz. Nətər flow, onu deyim sizə indi bura gəlmişkən. Məsələn, əziz proses var da, Excel-lər, zadlar var. Oradan məsəl üçün də şəkli bura əlavə elədi. Tutaqdan gözləyin. Göstərə bilərsiniz ki, filan kəs, məsəl üçün də onun əzizini göstərirsiniz də, indiki çətinliyini. Bir də 5 saat ora gir, o səhifəyə gir, elə eləməmək üçün belə qəşəng görsənsin də, qəşəng təqdim eləmək üçün Figcamə götürün, onu yapışdırın, bu skrinləri ki, məsəl üçün məsələn, resmi kopyaladım da, düzdür. Deyirəm ki, əzizi tubunu çəkəndə bunu eləsəz, mən şey olacam, təsirlənəcəm. Məsələn, götürürəm, məsələn, ruçka ilə çəkirəm ki, tutaq ki, bu bura bastı, klik elədi. Sonra, məsələn, bax, görürsünüz, buradan çəkirəm belə. İndi bunun xətti də var burada, burada xəttləri də olmalıdır, figurlar. Düz xətt var, hə, deyil burada. Məsələn, bax, görürsünüz, çəkdim. Oy, bu niyə silinmir? Nəysə, bunu fikir verməyin, səs çəkdim burada. Tutaq ki, bura hanı birisi figur. Komment yaza bilirsiniz. Bir dənə ulduz da var idi, burada yoxa çıxdı. Ulduz. Məsəl üçün, Romik göstərsin ki, burada nə edir. Tutaq ki, sonra, yəni bu skrinləri əlavə edirsiniz ki, filan kəslər, filan şeyləri eləmək üçün bunlardan keçir. Atım şeyə, Figcamı, linkini. Hə, atıram indi.
Gözləyim mən bunları Notion'a yazım ki, mən bu linkləri sizə atacağım, axırda ataram sizə hamısını toplu şəkildə. Mənə deyir vaxtım yoxdur. Mənim kurslarıma bax, gör bura nə qədər kurs yığmışam, hamısına baxıram. Həm də işləyirəm, həm gəlib sizə dərs keçirəm. Öldürəcəm. Rəhmə xanım, axşamınız xeyir. Axşamınız necəsiz? Sağ olun, yaxşısınız, necəsiz? Bu Figma-dan IT yerlər istifadə edirəm. Mən şeydə görmüşdüm, təcrübədə olmuşdum biznes analitik kimi. Orada daha çox dizaynerlər istifadə edirdi. IT heç görməmişdim. Flow çəkir. İstifadə eləmir. Amma ki, bəzi flowları çəkəndə, bəzi təqdimat işləri görürsək, bizdən deyəcəklər təqdimat elə də. Orada bəzi şeylər lazım, yenə bayaq dedim sizə, yəqin eşitmədiniz. Bundan istifadə eləməyəcəksiniz. Sadəcə elə bir şirkətdə işləyə bilərsiniz ki, bunu istəyə bilərlər sizdən hər ehtimala. Belə dizayner eləyir, əlbəttə ki, onun professionalı odur, amma bunu bilməyiniz də yaxşı bir şeydir də. Yəni bir var ki, sizə Figma-nı göstərəsiniz, suallar altında qalsın ki, o nədir belə. Bir var ki, hər şeyi biləsiniz də. Məsələn mən bax bu kursda sizə deməmişəm də onu. Mən junior səviyyədə öyrətmirəm. Birbaşa senior səviyyədə öyrədirəm. İstəyirəm hər şeyi bilsin də. Yəni az şeylər öyrətmirəm. Bildiyim nə ki var, indi bax bildiyim A-dan Z-ya nə qədər işlədirəm. 4 ay ərzində öyrənəcəyik də bunlar hamısını, düzdür? Yoxsa Yox, hamısı 4 ayda. Ben şeyde bakmıştım, NHL'de çok böyle minimalist bir şey kurmuştum o. Hamısını göstərərsən. O da mənim maraqlı. Bu da Bunu mesela daha maraqlı. Power BI-dədir bu. Hə. Amma actionlarla qurmuşam, keçidlər, səhifə keçidlər, bookmarkla eləmişəm. Orada page navigator da var, onu eləməmişəm. Aha. Burada üstünə basanda rəng, bu necə Figma-da dizayn, onu burada tətbiq Şey eləmişəm. tablodur. Yox, Power BI. Sonra bunu məsələn içinə bir dənə də əlavə eləmişəm ki, daha maraqlı görünsün. Afərin. interaktiv. Yaxşı. Burada Yaxşı bağışladım səni. Tam ikna oldum. Balzamikdə var. Qoy bunu da bilin. Hə, bu da bir köhnə versiyadır da. Bu AI-dan qabaq idi, çox belə şeydi. Amma yəni prosta göstərirəm ki, bunu da biləsiniz də. Çox belə köhnə, nə hardadır bilinmir. Amma istifadə edənlər var. user friendly deyil. Yox deyil. Biz işləməyəcəyik. Yox, istəsəz işlədə bilərsiniz də. Yəni maraq üçün baxa bilərsiniz də, bunu da gördünüz. Əsas Figma, ən gözəli odur. Bunu da şeylədim. Figma yazmışam, yox. Figma-da action gördüm, maraqlı gəldi o mənə onu. Kim? Yoxdur. Figma-nın interfeysi Power BI-yə oxşadı. Mən orada dizaynı xoşlayıram. Aha. Figma hara getdi? Hə, yox elə oymuş. Hə, vəsə. Belə bura qədər başa düşdünüz? Nə yazmışam burada mən? Request validate process, biznes xətaları, SLA imzaləmə. Görürsüz? Nələr çəkməyə çalışmışam burada. Qaralamışam. Hə, bunlar bizim wireframe'lərimiz, görüntümüzdür yəni. Aslında varmış, yani. Burada Burada varmış adı. balzamik. Hə, amma sizə bunu göndərəndə linklər düşməyəcək. Linki ayrıca atacağam. Çünki bunu PDF-ə çevirib göndərirəm. Dinamik olmur o hissə. Bakın benim. Stakeholder management. Stakeholder management nədir? Stakeholderləri müəyyən etmək, onları məlumatlandırmaq, onlarla güvənli və effektiv münasibət qurmaq, qısa olaraq doğru insanlarla düzgün kommunikasiya və əlaqə idarə etməsi. Gəlin sizə hər həftə bir dənə sual verim. Mən stakeholderam. Mənim prosesimi avtomatlaşdırmalısan. Nə bilim 60 yaşım var. Yaxşı, 57 yaşım var mənim. Qəti şəkildə gəlirsən, cavab vermirəm, o tərəfə baxıram. Yəni ki, mail yazsın, özünü öldürürsən də maildə. 7 dəfə mail yazmısan bəlkə də. Nə Teamsdə heç yerə baxmıram. Gəlirəm öz işimlə məşğulam. Sual verirsən də cavab vermirəm. Məndən necə cavab alarsan? Nə edərsən? Mümkündürsə əgər iş prosesini observation etməyə başlayarım. Necə yanaşarsan ona? Salam əleykum. Şirinlidir biraz. Konfet Orada gətirərsən. bir sevinsin, çay içsin, özünə gəlsin, bir atışsın. Sonra bizim işdən sonra ondan sonra başlayaram, onlar görüm nə iş görürlər. Ümumiyyətlə komandalar kimdən ibarətdir, hansı prosesi avtomatlaşdırmalıyam, onu araşdırım ki,
orada problem nədir? Nədə çətinlik çəkirlər, nəyi düzəltməliyəm və necə düzəltməliyəm? Yavaş-yavaş o çay içə-içə, o söhbət arası ondan fikir alaram ki, onda məncə danışır. Çay içəndə iş görəndə danışmır. Hə. Ki, bəs necə istəyirsiniz, necə sizə rahatdır? Bəs onun yanına necə hazırlaşıb gedərsən də, o sualları necə verərsən o prosesi öyrənmək? Çünki vaxtın azdır, vaxt az ayırır. Əlbəttə, bu prosesi öncədən, məncə birinci observation prosesini eləməliyəm. Yəni, onunla söhbətdən əvvəl onların nə iş gördüyünü, o dediyim problemi araşdırmalıyam. Bir də simulation, onu da demişdi ki, testdə özüm eləyəcəm. Sonra bunu oturub yazmalıyam ki, problemlər nələrdir? Yəni, indiki vəziyyət nələrdir? Hansı boşluqlar var? Analizlərin nəticəsində çıxır ki, bu problemlər var və mən onu necə bir hala gətirəcəm. Sonra bu fikri, ideyaları ona dolayı yolla bildirə bilərəm. Yəni, az-az da olsa fikrini ala bilərəm məncə bu yolla. Və bir çoxlu suallar verməkdənsə, hazırlaşıb qısa suallar versəm, cavab almaq mümkün olar. Amma mən durub ona 100 dənə sual versəm, əlbəttə ki, cavablamayacaq o heç. İndi Həcərsən, mən çox belə kömək eləyirəm, can yandıram. Nə vaxt gəlsin cavab verirəm, amma ağzıma gələni danışıram. Səf-səf məlumatlar. Necə bilərsən ki, səf-süf? Yəni gəldim mən hər şeyi canla başına deyirəm, bu belədir, bu belədir, amma heç biri elə deyil də. Onu necə başa düşərsən ki, elə deyilmiş, beləymiş? Götürdün, yazdın, getdin. Yenə observation yenə dediyi kimi müşahidə edirsən ki, İnanmarsan oxşumun sözünə. Əgər baxırsan da, yəni məncə nə qədər məndə bu xasiyyət var məncə, nə qədər fikir alsan belə yenə də özüm mütləq araşdırıb dəqiq əmin olmalıyam. Çünki kim də dedi çor-çorayla Çünki sonra biz komandaya onu təqdim eləyəcək, biabr olmaq var sonunda. Yəni hər bir müşahidə edirəm ki, görsən dedikləri düzdür. Bir texnika ilə getmərsən də, orada bir neçə dənə texnika var, hamısını dənəyərsən. Hətta bunu bizə şey demişdik, belə görüş deyə bilərik ki, görək ümumi fikirlərini necə Hə, iki dənə fərqli. Fərqli case study olur. Fərqli fikirlər yarandır. İndi böyük bir proses gəlib, PO gəlib dedi ki, bunu eləyin. Heç nə demir. Necə elə, nətər elə, nə cür elə, heç bir fikir demir. Deyir ki, filan kəsin işini get avtomatlaşdır. Necə bilərsən, hardan başlamalısan, neynəməlisən, necə eləməlisən? İşi görənlə məsləhətləşirəm. Məlumatları alaram ki, sən necə eləyirsən falan. Detayları alaram, ona görə özüm başlayıram. Gözün Divijeniyadır. Divijdir. Elədi çıxdı. Aha. Sonra gəldilər, işləyib qutarmışam. Ortalarında bir təhvil vermək üzrəyində görüş keçirdəcəm. Gəldilər, dedilər ki, bir cümlə deyirlər də, amma filan şey filan olmayacaq. İlk reaksiyan nə olar? Neyniyərsən? Filan şey filan olmayacaq. Yəni, niyəsən soruşarım. Aha. Araşdırıram, olsa nə olacaq, olmasa nə olacaq və bunun minus tərəfləri, plus tərəfləri bizə nə qədər xərc olacaq, nə qədər, yəni nələrdən mail olacaq da bizə. Sırası gedib düzəltmərsən. Araşdırıram. Sağ ol. Sizə də sual verim. Ümumiyyətlə onlara sübutlarla hər şeyi göstərmək lazımdır ki, sən səhvsəndəyəm, mən düz danışıram. Sübut nə idi? Evidence, hə. Bizim şeylər deyir, o sözlərdən istifadə edir. 3 sözdən birinin ingilis dilində deyir ki, belə şey görürsən, cool görürsün, hə. Ülviyə xanım, buradasınız. Bəli, üzr. Sizə də sual verim. Buyurun. Siz heç üzünüzü görməmişəm. Gələcəm inşallah. Yaxşı. Hə. Deməli, komandada PO yoxdur. Gələcək bir ay sonra. 3-4 dənə də belə qəribə stakeholder var. Hər şey istəyir, eləyir, deyinir. Siz nə iş görürsünüz burada? Biz geri satış eləyirik, nə bilim nə. Gəlir, sürəkli bir şey istəyir sizdən, sürəkli task verir sizə. Özünüzdə necə prioritetləşdirərsiniz ki, hansı işi görəcəksiniz? Komandanızın başı yoxdur da, elə ki, siz idarə eləyən. Çətin məsələ oldu. Birinci əslində, əgər elə çox sual verirsə, yəni çox şey istəyirsə, görüş salaram stakeholderlərlə, nə istədiyini görüşdə, yəni ki,
bir nəfərlə yox da, yəni əlaqəli o işlə bağlı bütün əməkdaşları dəvət edirəm, 5 nəfər aldım. Görüşdə tam istəklərini qeydinə apararam. Yəni bu istəklər sabahlan əlavə bir şey istəyəndə, yəni ki, sübut deyərəm ki, yəni görüş keçirdik, anlaşdıq, yəni bu şeyləri eləyəcəyik. Əlavə şey yəni götürmərəm və yəni o belə deyil, işdə yəni maksimum edə biləcəyin qədər task götürməlisən. Yəni artıq özünü yükləməklə hamısını yarı-yarım çıx eləməkdənsə, yəni bir dənə task götür, tam Yəni prioritetləşdirərsiniz verəcəyi dəyərə uyğun. Bəli. Əsas onun fikirlərindən verək. Düzdür. İndi gəlin baxaq, stakeholder management niyə vacibdir? Benefit nədir? Hə, sağ olun. Qapıyı kapatın. Sağ olun. Key stakeholderlər nələrdir? Niyə vacibdir benefitlər? Daha effektiv əməkdaşlıq, lazım olan dəstəyi və resursları daha asan əldə edirsən. Güclü münasibətlər, uzun müddətli professional əlaqələr qurulur. Uzun müddətli professional əlaqələr qurulur, konfliktlər azalır, aydın kommunikasiya problemlərinin qarşısını alır, daha çox ideya və bilik müxtəlif stakeholderlərdən insight əldə olunur. Insight da yəni fikirdə bir fikir, bir pırıltı. Stakeholder management necə olur? Identify, müəyyən elə. Bütün stakeholderləri siyahıya al. İlk öncə budur. Siyahıya al. Onların rolu, layihədə iştirak səviyyəsini yaz. Alətlər nədir? Stakeholder map, Racy Matrix. Bizim o matriksimizdir. Yəni ondan elə, Bu dediyiniz siyahlar sayda belə siyahlarda hər hansı bir onun bir də bax, məsəl üçün şeylər var. Var, stakeholder map yazırsan, məsələn, stakeholder map. Bir də var, yazın. Yox, məsələn, bir dənə proqram var, Mind Map. Mən bundan istifadə edirəm. Yəni, bir neçə dənəsinə baxırsan, birini seçib onunla davam eləyirsən. İndi biraz fasilə verək. @gmail.com Ülviyə xanım 5 dəqiqə fasilə verəcəyik. Amma indi yox, bir dənə gözlüyüm, buna daxil olun, göstərim sonra. Niyə belə deyir? Nə oldu? Hə, yəqin var mənim şeyim burada. İşləmiyor. Dəqiqə. Lucid chart. Yox, göstərmək istəyirəm. Hara qaçırsan? İşte bu gün qaraladım səni. Yox, oxuyan uşağın oxumağa pis olur. Oxumayandan əlvi üzürsən. Vaxt çatdıramıram deyəcək. Görsən, öz işini prate siyahıya al. Bəli, eləyirəm. Biz necə? Bugün məsələn, sabah soruşulacaq bu dəqiq. Cavab verməsəm kəsildim, atıldım çölə. Nə deyirsən, nə ilə məşğulsan? Danışırsan, hər dəfə başa düşə bilmirəm, qaçırıram sonunu. Bütün bank, mərkəzi bankın... İndi sən harda işləyirsən? Kapitalda. Əlavə başqa yerə də gedirsən? İstehsalatdan göndərilən təcrübəsi kimi götürməyiblər də, başa düşdünüz. Belə Tapşırıq satış, açıldı. İşə götürmək istəyirlər, namizəd. Hə. Ona görə çox sıxırlar. Olur da, hamımız bu şeylərdən keçmişik. İşçilər bilmirdi o hesab planlarını. Bizdən hər gün soruşur. Elə danışır ki, bu çox özəldir. Amma nə demək? 4 nəfərik, tək özüm. Sən gəlin dərs tapşırığı ən yüksək səviyyədə işləməsən, fiso da aday. Bax görürsən, şeydir, burada bu project timeline əgər lazım olsa sizə, məsələn, sizdən istəyə bilərlərdi, bir dənə cahillə olmasa, desə ki, get project timeline zat qur, onunla belə özünüzü belə göstərərsiniz. Burada proqramlar var, orada vurursan, hansı kimlərdə nasıldır və harda bitəcək kimin, sonra kim harda ilişib, hə, orada göstərir, hə, elə bir tarixi zadı yazırsan, göstərir özü. Burada bir ikisini eləmişdim mən, de, bax, burada seçirsən, göstərir özü ki, hardadır, kim indi hardadır.
Project timeline'larda. Operation Strategy Planning. Bu da buralarda var. Sonra planner var, Google Docs var, nə bilim whiteboard var, hər şey var. Bu budur. Gözlə belə bunu şey eləyim. Bax Q1. Götürüb Q1-ə məsələn tasklarımı yazmışam, kim hardadır, eləmişəm. Comments. Bunun Notion hardadır? Q1-də başqa insanın taskıdır, Q2-də başqa insan. Başqa layihədir, tamamilə fərqli. Adamların adlarını ya da komandaların adlarını yazırıq, kim harda layihədə ilişib. Layihəyə çünki deadline istəyirlər ki, ha vaxtda hazır olacaq bu. Onu əsasən onlara göstərirsən ki, 6 ay. Sonra gecikəndə onu ortalığa çıxardırsan ki, falan kəsə görə gecikdi. Mind map. Bu Canva'da da var. Tamam, hiç sevmiyorum. Niyə? Bilmiyorum, biraz çok böyle... Bax, özü görsün hazır. Timeline verdi. Hazır şablondur. Nə bilim, kim harda nə qədər görsən burada belə fason verdi. Planning, development, review. Hə. Belə biraz uşaq skoy görsənir, bundan istifadə eləmirlər. Ən çox məsəl üçün buradan istifadə edirlər. Project timeline. Adı yadımdan çıxdı, nəsə bir adı var idi. Code up, sign up, Instagram. Hə, Instagram. Bu yaxşıdır. Burada Gantt chartlar olur, pullandı da indi. Gözüm free versiyası var. Hə, öldüm ya day. Google şeydə göstərirlər, giriş eləyəndə o da belə sorğuluyur. Heç deyir, pul oğurlansa belə sorğulamaz. Nə istəyirsən? Close. Deyəsən bundan istifadə edəmişəm. Free'si bitib bunun. Instagram free. Hə, bax bu. Görürsünüz, şeylər var. Çok yaşanıyorum. Hə, kim hardan harda qalıb. Orasını necə göstərim mən həmin hissəyə? Increase. Activity. Demo space. Hə. Buradan proyekti yazırsan, avtomatik bax bura düşür. Ki nə qədər qalır, adları falan bu tərəfə düşür ki, hardan hara olacaq və nədədir. Bu burada idarə olunur. Kalendar, activities, burada görsənir ki, məsələn mən buraya evaluate, finalize, hamısını göstərmişəm, boardu falan. Yəni bunlar mürəkkəb şeylərdir. Çox da belə kafanızı yormayın. Prosta da yəni birdən nəsə lazım olsa yadınızda qalsın ki, belə şeylər var. Belə bir dənə fasilə eləyək gələk onda. Ülviyə xanım fasilə eləyirik. Ülviyə xanım buradasınız. Ülviyə xanım. Kondisioner bizi öldürdü ya. Yo işte ümumidir. Nə vaxt ki qoymurlar da vurmağa da burada qoymurlar, başqa yerdə sönürlər. Nə vaxt ki özü başa düşür ki, soyuğu dayandırmalıdır, onda morq Bu da başa düşür. başa düşmür əsl. Bunlarsız Siz hamı. Xətayda işləyirsiniz. Bilmiyorum, Toronto. Harda? Toronto'da. Ofis oradadır. 2 ofis var da, bir əsas ofis, bir də IT-lərin oturduğu regional ofis. IT-lər regional oturur. Siz əsasınız. Regional. Nə deyirdin? Nefes yap. Değil mi? Hamı kısa yolda durma. Ne işin Burada değil mi? Yüz üstüne şey. Eğer Bir de
İndi mən siz nə veriblər? Yavaş-yavaş texniki dəstəkdə adam çox deyil, yəni ora lazım deyil də mən əslində vakasiya olaraq bir kimi götürürlər aslında. Bunu deyə bilməliyim ki, texniki dəstək İndi deyirlər ki, şeydir, modulun özü var, elə texniki dəstək modulunda var. Deyirlər ki, elə bir ki, yoxdur, sən bunu yaz. Həm texniki dəstək üçün yaz, həm də ki, Neyinirsən? Chat gibi bütün Cloud hamısını birbirine qatmışam, yazmağa çalışıram ki, nəsə də. Nə istəyirlər? Proyekt yaz, təsəvvür yarat, yəni Yox, nəyi elə yaz? ki, bu yoxdur. Əslində var da, necə orada məsələn girirəm yükdaşlarımız yenini vurur, məsələn Bəyənmirlər də onu. Bəyənirlər. Mən deyir ki, görüm yaza bilirsən. Hə, test eləyir. Hə, test eləyir. Tapşırıq göndərib. Sən onlara dedin ki, mənə template verin, o template-i, yəni şablon versinlər də dokumentasiyanı özün istəyən kimi yaza bilərsən, hə? Yəni Deyir ki, var da bu modul var. Get o modula bax, flowsuna bax, hər şey var da sənin gözünün qabağında. Onu elə ki, yoxdurmuş kimi yaz ki, məsələn, bunu texnik dəstəyə verəcəm yardım. nə qədər vaxt veriblər? Deyir 2 həftə üçün nə qədər istəyirsən yanındadır. 2 ay yox, belə də 2-3 həftəyə yaz. Mən oturmuşam məsələn, bütün günü Gemini, Cloud, nə bilim, chat gibi tanrısına yazıram şey deyirəm. Sonra deyirəm şeyin yanına, P-olun, şöbə rəisinin yanına. Qəşəng generator cəhətdən yaxşıdır, amma cloud Belə də, o da hələ... Mən Gemini bəyənmirəm. Mən də bəyənmirəm. Cəmində şəkil cəhətdən Copilot da pisdir. O bir Microsoft'un şeysidir, ayağıdır. Qəşəngdir cloud. Amma da biraz Bizim testlər. Mən ChatGPT-yə çox şey danışmışam. O elə bir daha yaxşı şeydir. Çünki çox danışmışam da onunla, Cloud-la danışsaydım da. Amma yenə də mənim yəni deyim ki, sizə belə wow əlimdən tutur, yox. Müəyyən qədər. Hə, tam istədiyim nəticəni verir. Mən də, yəni ki, onu mən cəmaatın qabağına çox çıxartmaram. Amma bilənin işini asanlaşdırır. Görməmişəm ki, bilməyən daha da Hə. çətinləşdirir, fikrini qarışdırır. sən advantage edir. Hə, bilənin işini düzdür. Deməli, stakeholder map race matriksindən biz bunları elədik. Sonra prioritetləşdirmə, hamıya eyni diqqəti yetirmək mümkün deyil təbii ki də. Stakeholderları təsir və münasibətə görə böl. Yəni manage və engage elə. Düzgün kommunikasiya planı qur, müntəzəm update-ləri ver, feedback topla və əlaqəni qoru. Baxın, stakeholder managementin bir mapini qurmuşam da, adlarını yazmışıq burada, kimsə qurub da doğrusu. Görürsünüz, bu stakeholder mapdir. Low influence, high influence, detractor champion deyə bölmüşəm. Baxın, sağ tərəfdə prioriteti yüksək və təsiri yüksək yazmışam. Sol tərəfdə təsiri aşağı, medium və low prioritetləşdirmişəm. Görürsünüz, hərəsinin adlarını yazıram və sonda buna uyğun qərar verirəm, bu mapə uyğun. Baxın, illustration mərhələsində getdim, prioriteti tapdım ki, məsəl üçün ISO standartlarına uyğun ani ödəniş sistemində üzrə ödəniş tapşırığı formatının yaradılması, ödənişlərin göndərilməsi. Bunlar mənim featurelarımdır. Görürsünüz, prioritetlərini yazmışam. Buna uyğun listim hazır olacaq və işimi mən buna uyğun quracam. Deməli, analiz prosesi ibarətdir. Define and elaborate requirements. Tələbləri müəyyənləşdirmək və detallaşdırmaq. Define acceptance criteria. Qəbul meyarını müəyyənləşdirmək. Verify requirements. Tələbləri yoxlamaq. Validate requirements. Tələblərin etibarlılığını yoxlamaq. Bunun da sonunda çıxır prioritetləşdirmə və technical documentation. Texniki sənədləşmə. Bizim yazacağımız şey budur. Texniki sənəddir. Define and elaborate requirements. Tələbləri müəyyənləşdirilməsi və ətraflı işlənməsi. Which requirement should we fulfill? Hansı tələbi yerinə yetirməliyik? Yəni tələb nədir? Tələb problemi həll etmək üçün ehtiyac və ya şərtdir. Sistem nə etməlidir və ya necə davranmalıdır sualına cavab verir. Stakeholderlərdən gəlir. Mən kaydı başlatmışam. Birdən işləməz. Yaxşı deyir. Niyə tələbləri müəyyənləşdiririk? Gəlin baxaq ilk öncə tələb nədir? Hansı tələbi yerinə yetirilməliyik? Tələb problemi həll etmək üçün ehtiyac və ya şərtdir. Sistem nə etməlidir və ya necə davranmalıdır sualına cavab verir. Stakeholderlərdən gəlir biznes, istifadəçi, regulyator.
Niyyət tələbləri müəyyənləşdiririk. Anlaşılmazlıqların qarşısını almaq üçün, düzgün problemi həll etmək üçün, vaxt və xərclərə qənaət etmək üçün, stakeholderlər arasında uyğunlaşma yaratmaq üçün. Gəlin tələblərin növlərinə baxaq. Biznes tələbləri, funksional tələblər, qeyri-funksional tələblər, stakeholder tələbləri. BRD, FRD. BR, FR, FRD, non-FR, SR. Tələblər sistemin niyə və ya necə işləyəcəyini izah edir. Niyə biznes tələbidir, nə etsin funksional tələbdir, necə etsin qeyri-funksional tələbdir, kim istəyir stakeholder tələbidir. Baxın, biznes tələbləri, business requirements. Bu danışdıqların hamısının dokumentasiyada yer alır. Yəni bunlara diqqətlə baxın, çünki dokumentasiyada yazırsınız bunu. Yazırsınız, yəni bu başlıqdır da biznesin tələbləri, başlıq altında yazıcılar olmalıdır. Business requirements. Biz niyə sistemi qururuq? Şirkətin məqsədi, problemin özü, nümunə məsəl üçün. Müştərilər kredit ödənişlərini daha rahat eləsin. Filiala gələn müştəri sayı azalsın. Bu BR-dır. Qısa biznes məqsədi nəticə deməkdir. Funksional tələblər isə sistemin davranışı və featurelardır. Sistem konkret neynəməlidir? Nümunə, istifadəçi ödəniş edə bilsin, sistem SMS göndərsin, login mümkün olsun. Qısa olaraq sistem neynir? Qeyri-funksional tələblər, non-functional requirements, sistem bunu necə etməlidir? Sürət, təhlükəsizlik, performans, nümunə. Sistem 2 saniyə cavab verməlidir. 99.9% uptime olmalıdır, məlumatlar şifrələnməlidir. Qısa olaraq sistem necə işləyir? Bir dənə stakeholder tələbinə də baxın, indi nümunədə göstərəcəm bunları sizə. Stakeholder requirements, kim nə istəyir, müxtəlif tərəflərin gözləntiləri, nümunə, sadə interfeys istəyirəm, biznes daha çox satış olsun, compliance qanuna uyğun olsun, kim nə istəyir. Bu lazım olmur ən çox. Görün, bu nədir? Yəni bu sadə hissəsidir. Gəlin baxaq, ssenari. Yemək çatdırma platformasıdır. Biznes tələbi. Ülviyə xanım, görürsünüz ekranı? Bəli, görürsünüz. İndi göstərəcəm. BR 01. İstifadəçilərin mobil tətbiqi restoranlardan yemək sifariş etmə imkanını yaratmalıdır. Satışlar artsın, biznes gedişlənsin. Bu oldu BR. FR-a baxaq. Sistem istifadəçi restoranları və menyunu görüntüləmə imkan verməlidir. Sistem istifadəçi seçilmiş yeməkləri səbətə əlavə etməyə imkan verməlidir. Nə bilim, ödəniş etməyə, real vaxtda izləməyə bildiriş göndərməlidir. İndi non-functional baxaq. 3 saniyəyə cavab qaytarmalıdır. Pik saatlarda stabil işləməlidir. 24/7 əl çatan olmalıdır. Stakeholder tələbləri. Sifarişin prosesi sadə və sürətli olmalıdır. Kuryer məsəl üçün deyir, çatdırılma ünvanı dəqiq xəritədə göstərilməlidir. Kampaniyalar, endirimlər əlavə etmə imkanı olmalıdır və s. Bu bir sənəd. İndi mən sizə ümumi bir sənədi göstərəcəm. Bir dənə gözləyin. Mənim Gmailim haradadır? Dokumentasiyada Bu bir hissəsidir. İndi ümumi də içində haradadır, onu göstərəcəm. Gmail görə bilmirəm. Budur. Buradan girim. Google'dan girim. Gmail. Mən burada kimə göndərmişdim onu? Mövzu yoxdur. Copy of business analytic access code. Proyekt. Buydu. Yox, bu mənim proyektlərimdir. Göndərilənlər. Bu HR-a, bu olmalıdır. Namizəd test budur. Mənim bəs yazdığım haradadır? Yox, mənə vermişdilər ki, mən keçim. Bu sizin testlərdir. İlk iş günü.
Hə. Bir də bu dokumentasiyadır. Mənə verdilər ki, get ala bunu işlə, bunu mən yazmışam. Onlar yazmışlar bəzi şeyləri ki, belə, 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 elə. Qalanını mən yazdım, verdim onlara. Baxın, business BRD, business requirements document gedir. Yəni necə olur? Layihə adı, tarix, versiya, hazırlayanın adı, assumptions, yəni fərziyyələr. Məsələn, burada visa və insurance, burada demişdi ki, elə bir app qur ki, visa və insurance eyni anda almaq mümkün olsun. Yazdım, visa və insurance ayrı payment transaction ID mövcuddur. Yalnız visa success olanda trigger olur, webhook göndərir. Portal orchestration rolu oynayır. Bütün status customer portal mobildə real time göstərməlidir. Mənim bu flowumdur. Biraz belə şey görsənir. Bunu bəlkə yükləyək. Hə. Sonra flowunu çəkmişəm ki, ana səhifədir. Müştəri indi açılacaq. Müştəri insurance seçim eləyir. Visa insurance ID create eləyir. Müştəri görürsüz, user taskların hamısını bir-bir yazmışam ki, nədən sonradır. Bunların hamısı önəmlidir. Biz şey yaradanda keçəcəyik, flowları çəkəndə ki, bu nədir? Bu user taskdır, bu script taskdır, bu timerdir və s. hamısını qeyd eləmişəm. To be flow happy pass. Yəni to be flowumdur. Bu mənim uğurlu halda. Visa success, insurance success. Görürsüz 1, 2, 3, 4 ssenarilərimi yazmışam. Nə hansını alır onu yazmışam. Final status nə olur? Sonra fail ssenari A ssenarini yazmışam. Görürsüz UI mesajda fail ssenari B nə olur? Sonra statusu core insurance statusları yazmışam burada. Bu dəyərlərdir. Biz buna API-ları keçəcəyik. Checkout mərhələsi, payment mərhələləri ayrı-ayrı yazmışam. Audit log. Sonra user stories acceptance criteria. Görürsünüz mən user storyləri necə yazmışam. As a customer, I want to optional select travel insurance during e-visa checkout so that I can purchase it in the same flow without a separate application. AC1 görürsünüz given, when, then yazmışam. Given, when, then, AC3. Sonra user storylər, payment policy issuance'ın ayrıcısını yazmışam. Auto refund yazmışam. Bax, belə səliqə ilə alt-alta taskları olmalıdır. Məsələn, 4 dənə, 5 dənə user storysi olsun, 3 dənə feature olsun, amma olsun. Ki, görüm siz nə başa düşmüsünüz ümumiyyətlə bunu. Bax, görürsünüz, tapşırıq olaraq mənə veriblər, lazım olur. Sonra UAT yazdırmağımı istəyiblər buradan. Yəni, user acceptance testing. Happy pass. Sonra bəli. Başvurduğun girisində yazılsan, yoxsa? Yox. Necə tələb edirsə həmin o şirkət o cürdə yazarsınız. Sonra impact və risklərimi yazmışam ki, nəyi göstərim ki, impactdir ki, risk mitigationlar, görürsünüz mitigationlarımı yazmışam, yəni boşluqları və belə. Gəlin bir dənə də FR, NFR göstərim, görüm tapa biləcəm var. İmtahan IT Business Analytica Syllabus. Hə. İndi bax bu da BRD-dir. Görürsünüz tapşırığı belə verirlər ki, yəni necə olmalıdır. Mən bunu deyirdim bayaq ki, frame'lər istəmişdilər. Bu dokumentasiyanı bu cür yazırıq. Qısa, öz. Niyə açılmır bu? Aşağıdan özünü öldürürdü. Bizə göndərəcəksiniz. Olar. Prosto oxuyub başa düşməyəcəksən axı. Burada bax, ona uyğun yaz, gətir. Sonra verərəm. Onun köçürtməyə nə var ki? Yox, köçürmək kimi yazılır. Hə. Artıq bu taytıldan Mesela sonra acceptance criteria gedib dəyişəcəm. Hə, sağ ol. Bax, burada da yazmışam. Proqramsal prosesin addımları. Hadisə baş verir. Demişlər ki, elə bir sistem qur ki, yerində göndərsin də bir application olsun qəza olanda. Bax, burada flow çəkmişəm ki, oy, bu niyə belə oldu? Hə, hadisə çəksin, kamera yoxsa? şəkil çəkib ata bilsin applicationdan. Hə,
rəqəmsal prosesin addımlarını yazmışam. Bunlar yazılmalıdır. Flow çəkilməlidir. Sonra biznes tələbləri yazmışam. Sürücü mobil tətbiq vasitəsilə hadisə haqqında məlumat daxil edə bilməlidir. Bu görürsüz FR-dır. GPS avtomatik olaraq yerində qeyd alınmalıdır. Fotoşəkil və hadisə sxemləri sistemə yüklənə bilməlidir. İki tərəf təsdiqləmədən protokol formalaşmamalıdır. Görürsüz 5 dənə FR yazmışam. Altda da var. Protokol sığorta şirkətinə real time göndərməlidir. İstifadəçi şəxsi kabinetinə SIMA protokolunun statusunu izləyə bilər. Sığorta əməkdaşları hadisəni idarə etmək üçün ayrıca portal interfeysinə malik olunmalıdır. Qeyri-funksional performans, güvənlik, audit, mövcudluq. Bu dördünü hər dəfə kopyalayıb ata bilərsiniz. Yəni bu sistemə aid olan bir şeydir. Sonra istifadəçi ssenariləri use case'lər, qrafik vizuallaşdırmışam. Güya bu Toyota Camry-dir, bu maşında indi güya. Hadisə baş verib burada qeyd eləyir. Mənim skorumdur bu, orada nə qədər yaxşıdır bu qəzalarımdır. Sonra məndən istəməmişlər, özüm çəkdim ki, qoy belə feyziyab olsunlar. ER diaqramını da çəkmişdim, data strukturunu. Belə bir dokumentasiya verdim. Orada mən işə qəbul elədilər, mən getmədim amma. Maaş xoşuma gəlmədi. Mən bu qədər şey eləyirəm. Bu belə yazılmalıdır. Yəni istədim bunu göstərim. Onsuz da bunu axırda təhvil verəcəksiniz belə bir layihə. Prosta sizdə təsəvvür yaransın ən azından ki, necə olur. Bugünkü dərsimiz bu qədər. Mən 40-dan başlamışdıq da. Həcər. İndi neçədə dayandıq? Bu birisi. Canva. Dərsi yüklüyüm, bitirim. Ülviyə xanım, sualınız var? Təkrar üzərindən keçəcəm. Kaydı durdur.